Deməli, keçən ildən Əkbərdən xaşı istəyirəm. Keçən qışdan təsəvvürən hələ indi gətirməyə xaşa. Yaxşı ki, hava yağışlıdır, yağışlı günə təsadüf edir. Bəlkə də bir çox xanımlar sevmir xaşı. Amma mən uşaqlıqdan xaş sevirəm, xaş yeyirəm. Düzdür, biz evdə nə edirik? Mən sirkə sevmirəm, sirkə yemirəm. Əslində biz evdə qatıq sarımsaq töküb yedik xaşa. Burada amma belə sarımsaq var, belə sarımsaq tökdüm. Görək necə dadır. Ətinə bax, ətinə. Mən əslində əməliyyatdan sonra belə şeylər yemək lazımdır da. Axır ki, xaş yedin hə? Mən sənə qış vaxtı sezonda gətirə bilmədim. Amma bugün də elə sezona oxşayır. Mən bilirdim ki, hava sərinləyəcək. Buna da şükür. Hərsən sən dedin ki, yox, istilər başladı. Ancaq isti olacaq. Dedim, yox, hələ olacaq. Əslən çox gözəl hava var. Hava sərinləyəcək, mən bilirdim. Əsl belə xaç, düşbərəm, nə bilim, xəngər, titim. Dostlar, yerimiz məlum. Ətləri böyükdür. Əkbər başqa yemək yeyir. Mən xaşki düzdür, özü başqa yemək yeyir. Övrişdə. Övrişdə? Övrişdə də. Başımda nəsə quzudur deyəsən, can ətidir, qarışıq bir şey. Ağzım yanmış. Yavaş da, sizin qaynar gəlir. Çörək də deyəsən, isti çörək, təzə çörək. Nə oldu, xoşbəxt oldun? Tatlıdır oradan. Nuş olsun. Əllərini sağlıq. Bu da bunu qatdı da. İndi mən də dadına baxarım. Bax. Mən xaşı dizdirməklə deyil. Super yağış yağır dostlar, super yağış yağır.